Siz de mənim kimi nə yeyim də kökəlməyim deyirsinizsə, bu resept tam sizlik. Su tutumu 200 ml olan stəkan dolusu yulafı blenderlə un halına gələnə kimi üyütdüm. Şirinliyi az olan 120 qram xurmanı 15 dəqiqə ilıq suda saxladıqdan sonra tumlarından ayırdım. 3 orta ölçülü bananın qabığını soyub doğradım. Təmizləmiş olduğum xurmanı və doğramış olduğum bananı blenderlə gördüyünüz hala gələnə kimi üyütdüm. 4 ədəd yumurtanı ağarana kimi qarışdırdım. Üzərinə şəkər tozu əvəzi bananlı, xurmalı qarışımı əlavə edib yenidən mikserlə qarışdırdım. Un əvəzi isə üyütmüş olduğum yulafın üzərinə 10 qram kabartma tozu əlavə edib qarışımın üzərinə əlavə etdim. Həll olana kimi qaşıqla qarışdırdım. Bişirmək üçün içərisinə yağlı kağız yerləşdirmiş olduğum soba qabına tökdüm. Daha sonra əvvəlcədən 180 dərəcədə qızdırmış olduğum sobada 25 dəqiqə bişirib götürdüm. Çox da qalın olmayan yumuşaq biskvit alındı. Biskvit soyuyana kimi 100 qram badəmi ocağın üzərində tavada qovurdum. Daha sonra bıçaqla xırdaladım. Qovrulmuş badəm daha dadlı olur. 150 qram acı şokoladı su vannasına yerləşdirdim. Əriyənə yaxın üzərinə 40 ml bitki yağı da əlavə etdim ki, həm biskvitin üzərinə yaymaq asan olsun, həm də parlaq alınsın. Əriyən şokoladı biskvitin üzərinə əlavə etdim və yaydım. Üzərini doğranmış badəm və balqabaq tumları ilə bəzədim. Çox dadlı şirniyyat alındı.